Adınız? Teymur. Atanızın adı? Əmir Turağay. Ananızın adı? Təkinə Xatun. Harda doğuldunuz, ne vaxt? Tarixi hicri ilə 736, miladi 1336-cı ildə Türkistanın Keş vilayətindəki Xocaylqar qəsəbəsində. Ne işle meşgul olmuşsunuz? Ne iş görmüşsünüz dedim. Mən Teymur olduğumu söylədim, Oğuz xan. Teymur olmağım bəs eləmirmi? Tanımırsınız mı beni? Suala cevap verin. Alparslan Qazi, Oğuz xan, Bilgə xan, ulu dədələrim, deyin görüm doğrudan mı tanımırsınız beni? Oğuz xan soruşursa cevap verməlisiniz. Ne pis iş görmüşsünüz ki cevap vermeye utanırsınız? Mən pis iş görməmişəm. Ne iş görmüşəmsə min kere tekrar edə bilərəm. Ne işle meşgul olmuşsunuz? Tarixləri sarsıdan Teymur imperatorluğunu qurmuşam və ilk hökmüdarıyam. Günahlarınızın ne olduğunu bilirsizmi? İttihamname ile tanış oldunuz mu? İftiraname desək daha uyğun olardı. İttiham değil o, iftiradır. İttihamname ile tanış oldunuz ya yok? İftiraname ile tanış oldum. Size verilen ittihamın iftira mı, hakikat mı olduğunu biz müeyyen edeceğiz. Divana ona göre çıkarılmışsınız ki özünüzü müdafi edesiniz. Ben neden müdafi olunmalıyım? Türk devletleri ve Türk imparatorluqları baş ittihamçının hazırladığı ittihamnamədə siz Türk dünyasını dağıntılara sürükləməkdə və qardaş qırğınında günahlandırılırsınız. Belki tarihin en büyük imparatorluqlarından birini kurduğum ve məğlub edilmez sərkərdə olduğum için ittiham edəsiz beni. Kardeş kırgınına göre ittiham edilirsiniz. Müqəddəs Türk kanını tökdüğünüze göre divana çıkarılmışsınız. Siz tarihin en büyük imparatorluqlarından birini kurduğunuz, məğlub edilmez olduğunuz için değil. Çin dənizindən Egey dənizinə, Sibiryadan Suriye kadar korkunç bir qardaş qırğınına səbəb olduğunuz için günahlandırılırsınız. Bunun son derece ciddi olduğunu anlamalısınız. Düzen kurmak, qayda kanun yaratmak çok zaman kan tökmək bahasına mümkün olur Oğuz xan.
Əlbəttə, əgər döyüş yalnız qan tökmək üçündürsə bu cinayətdir. Ancaq mənim döyüşlərimin son dərəcə ciddi, milli və insani səbəbləri vardı. Görünür, Teymur qatillərlə qətl olunanlar arasında bir tərəf qalmamızı istəyir. Kimdir qatil? Mən tələb edirəm bu söz bir də işlədilməsin. Haqq divanı qarşısında şərt qoymuyor. Mən şərt qoymuram. Əgər bura doğrudan da haqq divanıdırsa, bu kəlmə işlədilməsin. Qatil kəlməsi bundan sonra işlənməsin. Türkistan dövlət başçılarının hamısı şikayət edir ki, Teymur bizim ölkələrimizi dağıtdı. Eşittiniz mi? Doğrudur. Nədir doğru olan? Cəmi 27'sini Oğuz xan. Deməli, Şərqi Türkistanda 27 Türk dövlətini dağıtmışsınız. Belə mi demək istəyirdiniz? Sizə düzgün çatdırmayıblar. Atilla xanın dediği kimi deyil. Şərqi Türkistan'da dövlət yox idi. Tayfalar var idi ki, Türkistan'ı bölük-bölük eləmişdilər. Bir-birine düşmən, bir-birini didən 27 tayfa başçısının qurduğu dəstəyə dövlət demək olar mı? Mən onları aradan götürdüm. Ayağımdan deyil o vaxt yaralandım. Ancaq mən o döyüşlərə savaş demədim. Məhlə davadalaşından başqa bir şey deyildi. Ürküyarıq. Nə vaxtı bu günü gözləyirəm. Ruhlar məni dinləməlidir. Mən dirilərimizin sualları ilə gəlmişəm. Dirilər sizi günahlandırır. Nə olub orada? Güntəkin də Oğuz xan. İstəyir ki, onu dinləyəsiniz. O bizim aramıza gələ bilməz. Oğuz xan. Biz onun səsinə, çağırışına yığışmışıq. Əgər onun səsini eşidib, onu duymuşuqsa, o bizim aramızdadır. Yaxşı, gəlsin.
bütün dünya tarixinin Tamerlan dediyi sərkərdəni salamlayıram. Sizə əyan olsun ki, heç kəs dünyanın mənzərəsini Əmir Teymur kimi dəyişə bilmədi. Nə mənada? Xan, Yaxşı mənada, ya pis mənada? Ulu ruhlar bilmək istəyir. kimlər üçün yaxşı oldu, kimlər üçünsə pis. Kimlər üçün pis oldu? 17-ci yüzillikdə Ruslar Əmir Teymurun heykəlini yapmaq istədilər. Nəyə görə? O zamanki Rus ordusunun bacarıb eləyə bilmədiyini Əmir Teymur tək başına eləmişdi. Mən neyləmişəmsə lazım bilib eləmişəm. Kimdir bu adam? Nə diridir, nə ölü. Düz hiss eləmişsiniz, Əmir Teymur. Bu adam bu anda dirilərlə ruhların arasındadır. Dirilərin şahidliyini eləyir. Siz onu dinləməlisiniz. Ruslar Əmir Teymurun heykəlini nəyə görə yapmaq istəyirdilər? Ruslar Əmir Teymurun heykəlini ona görə yapmaq istəyirdilər ki, Qızıl Ordanı, Osmanlı İmperiyasını Əmir Teymur sarsıtdı. Moskva knyazlığı daha sonra bütün Rusiya müstəmləkəçilikdən qurtardı. Və Türk ordularının Avropaya, uzaq şərqə gözlənilən yürüşləri dayanmış oldu. Çinlilər də o zaman bayram edirdilər. Qızıl Orda xanı Moskva knyazlığı ilə gecə-gündüz mənim əleyhimə danışıqlar aparırdı. Osmanlılar Avropalılarla dil tapmağa çalışırdı. Mən nə eləməliydim ki? Mən batıdan doğuya qədər bütün dünyanı öz bayrağımız, öz qılıncımız, öz dilimiz altına almaq istəyirdim. Dirilərin başqa nə sözü var? Dirilərin sözü çoxdur, ulu ruh. Amma biz çox şeyləri bilmirik. Dirilər tarixdə də Əmir Teymur haqqındakı həqiqəti gizlətdilər. Sizin huzurunuzda Əmir Teymurdan bir şeyi soruşmaq istəyirəm. Bunu dirilərin sualı kimi qəbul edin. Buyur. Əmir Teymurun baş məsləhətçilərindən biri Firəng ermənisi olub. O da çox qanlar töküb, Avropalılar onun əli ilə parçalanmalar, dağıntılar aparıb. Və xaçpərəstlərin ayağı elə o zamandan açıldı bizim saraylarımıza. Bu, doğrudurmu? Oğuz xan, mənim sarayımda dünyanın bütün dövlətlərindən adamlar var idi. Rus da, Erməni də, Firəng də, Yunan da. Mənim əmrim olmadan kim neyləyə bilərdi? Firəng ermənisi. Firəng ermənisi mənim sarayımda olsa dəri işlərinə baxa bilərdi. Əskərlərimin qulluğunda nökərçilik eləyə bilərdi. Bu dirilər aranı niyə qatır yenə? Ara qarışıb onsuz da, Əmir Teymur.
heç nə siz gördüyünüz kimi deyil. Əmir Teymurun özü də yaxşı bilir ki, tarixdə neçə kərə Türk dünyası üzərinə səlib yürüşləri oldu. Amma Türk orduları tərəfindən darmadağın edildilər. Sonra bu cür yürüşlər açıq yox, gizlin yolla aparılmağa başladı. Xristiyan dövlətlərinin hazırlanmış adamları saraylarımıza ayaq açdı. Daha satqın, daha kinli, arada qalmış kiçik millətlərdən istifadə etdilər. Sizin bayaq Dəriğam dediyiniz Firəng ermənisi həmin kiçik millətin oğluydu. Siz böyük döyüşlər haqqında fikirləşəndə o öz kiçik işlərini görürdü. Öz adamlarını yerləşdirirdi, düşmənçilik toxumu səpirdi, tarixi tərif edirdi. Sizin adınızdan qanlar axıdırdı. Türk dünyasının sərkərdələrini bir-birinə qarşı qaldırırdı. Ara vururdu, qanları qatışıq olan satqınlarımızla ağla gəlməz işlər görürdü. Siz onları bir millət, bir xalq yerinə qoymadınız, amma onlar bizim aramıza girdilər. Saraylarımıza yol tapıb məqam gözlədilər, saylarını artırdılar. Osmanlı sarayında 1 idi, 5 oldular. Uzun Həsənin yanında çoxaldılar, qohum oldular. Səfəvi sarayında onları eşitdilər. Dövlət işlərində sözləri keçəri oldu. Siz, Əmir Teymur, keçmişdən gəlirsiniz. Mən Güntəkin indidən. Keçmiş də, indi də gələcək qarşısında cavabdehdir. Hamımız cavab verməliyik, hamımız. İndi dirilər arasında düşüncələrimizdən də qan damır. Çünki sabahımızı düşünmədik. Öz qılınclarımız özümüzü yaraladı. Eğer bu diriyken ölü olan kəs buranı tərk eləməsəm, mən heç bir suala cavab verməyəcəyim. Əmir Teymurla bağlı dirilərin son sözünü deyim. Tarix nə deyir desin, amma Əmir Teymur həmişə yaddaşlarda çox böyük hörmətlə yad edilir. Hökmranlığı zamanında Şirvanı oğlu Miranşaha tapşırmışdı. Bir il sonra onu əxlaqsızlığına görə cəzalandırdı. Ona görə indi də dirilər elə bilir ki, Teymur zamanında haqsızlıq edən yox idi. Doğru mu söyləyir? Doğrudur. Oğlum Miranşahı öz əlimlə əzdim. Bax, belə. Səbəb nə idi? Bir əkinçinin qızına sataşmışdı. Sualı olan var mı?
Mənim şikayətim var. Əmir Teymurun gənclik çağlarından gəlir. Bırakın gelsin. Yalan söyləyirsən. Divanı çaşdırmaq istəyirsən. Sənin ayağın döyüşlərdə yaralanmayıb. Oğurluq üstündə olub. Açıq danışın. Teymur dedi ki, ayağım Tayfa Savaşı'nda yaralanıb. Yalandır. Gözümden görmüşəm. Uğurluq üstündə yaralanıb. Böhtandır. Böhtan atmıram əfəndim. Mənim sürümdən qoyun çalmaq istərkən çoban vurub ayağını sındırdı. Savaşda yaralanmağı. Yalandır. Susturun bu adamı. Bilirəm onu kim öyrədib göndərib. İbn Ərəb Şahın işidir bu. Oğuz xan, qoyun oğurluğu yalandı. Gerçək də özləri bilər. Bunların deyilən günahlara dəxli olmadığı üçün təklif eləyirəm, bu adam divandan çıxarılsın. Ben de razıyam. Belki başka sözüm var. Başqa sözüm yoxdur. Mən tələb edirəm. Mənim qoyunumu uğurlayana cəza verir. Lütfen. Divanı terk edin. Devam edin. Lütfen. Şimdi söz sizindir. Harda qaldın? Nə deyirdim mən? Tayfa savaşlarından danışırdınız. Türkistan Türkləri yiğit idilər. Qəhrəman idilər. Ancaq onlar qədər intizamsız xalq yox idi. Ətəyini belinə sanca bilən hər bir Türk öz dövlətini qurmaq istəyirdi. Mən bu cür intizamsız, bu cür yola gəlməz tayfalardan dünyanın ən nizamlı ordusunu qurdum. Həmin ordu Sibiryanın alaşaxtasında, Hindistanın cəhənnəm istisində böyük zəfərlər qazandı. Mən Makedoniyalı İskəndərin görə bilmədiyi işləri gördüm. Ancaq tarix onu böyük sərkərdə kimi xatırlayır. Mənə isə barbar deyir. Bunun divana heç bir dəxli yoxdur. Var. Var. İzin versəz anladardım. Buyurun. Sezar böyük sərkərdədir, deyil mi? Elədi. İskəndərdim. Napoleon'dım. Elədi. Bəs nədən tarixi qaynaqlar onları böyük sərkərdə adlandırır? Mənə isə barbar
Mən burada sizə bildirmək istəyirəm ki, həmin qaynaqlar yüzilliklər boyu məndə günah axtarıblar. Haqqın divanına çağrılmağım da elə ona görədir. Etiraz edirəm. Çünki 1000 il öncə eyni qaynaqlar məni də barbar elan eləyib. O, bəlkə Avropalıların millətçilik şuuru ilə bağlı. Əgər doğrudan da belədirsə, biz nədən millətçilik şuurundan bu qədər uzaq? Niyə öz dəyərlərimizi anlamırıq? Ömrü boyu öz millətinin dövlətlərinə və imperatorluqlarına qarşı döyüşən, yüz minlərlə türkün ölümünə səbəb olan bir qan sərxoşunun bir barbarı milli duyğulardan danışmağa haqqı yoxdur. Əmir Teymuru bu yüksək divanda bu şəkildə təhqir eləmək nə deməkdir acaba? İcazə verin, bu barbar sözünün mənasını bir qədər açıqlayım. Qədim Yunanlar özlərindən kənarda yaşayan qövmlərə, tayfalara barbar deyirdilər. Burada təhqirli bir şey yoxdur. Sadəcə onları özlərindən ayırmaq istəyirdilər. Ərəblərin ərəb olmayanlara əcəm, Yahudilərin qayım dedikləri kimi. Hər halda baş ittihamçı Attila bu sözü o mənada işlətmədi. Vəzifəsindən, hörmətindən asılı olmadan heç kəs mənə barbar deyə bilməz. Heç kəs qan sərxoş adlandıra bilməz məni. Barbar da qan sərxoşu ifadələri bir də işlədilməsin. Təşəkkür edirəm Oğuz xanım. İttihamda deyilir ki, mən bütün Türk dövlətlərinə, bütün Türk imperatorluqlarına müharibə elan etmişəm. Doğru. Fəqət bilin ki, məni bu müharibələrə məcbur ediblər. Qaynınız da mı? Qaynınız da mı məcbur elədi sizi? Evet. Yavuz Sultan Səlimi atası müharibəyə məcbur etdiyi kimi, qaynım da məni məcbur etdi. Şahidiniz var mı? Şahidi yoxdur. Oğuz xan, Teymur şahidləri və şahidliyi sevməz. Şahid yalançılara lazımdır. Şahidiniz var mı? Yoxdur. Şahid var. İzin verin dindirək. Kimdir o? Teymurun əmir yoldaşı Olcay Türkan Xatun.
Oradan da sizin hərbi gücünüz bütün dünyanı heyran qoydu. Ama özünüzü Yavuz Sultan Səlimlə müqayisə eləməyiniz yersiz çıxmır ki. Bilirsiniz mi bunu nəyə görə deyirəm? Mən yerində işlədilməyən qüdrətin böyüklüyünə inanmıram. Sizin gücünüz lazım olmayan yerlerde işledildi. Yazılı tarihte, hatta yaddaşlarda belə sizin Fatih olmanız hakkında hiçbir qeyd yoktu. Fatih olan kəs fəth elədiyi yerlərə qayda qanun gətirər. Yavuz Sultan Səlim kimi. Bunu dirilərin tarixi bilir. Bu beləydi. Zaman olmadı. Bakımı tapmadım. Yok. Yok. Hərbiçilik ve idarecilik. Bunlar ayrı şeylerdi. Doğrudur. Bazen hərbiçilik idarəçiliyə, bazen de idarəçilik hərbiçiliyə üstün gəlir. Çox vaxt biri olanda o biri olmur. Lütfen Olcay Türkan Hatun divane buyursunlar. Olcay Türkan Hatun hakkın divanına buyursunlar. Olcay Türkan Hatun. Buyursunlar lütfen. Başım baktı, evim dağdı, igidim, hakanım, ömür gün yoktur. Neden rahatsız ettiler seni? Olcay. Göyden göklü,
gülden güzel sultan. Hiç değişmem sen esirlerden beri. Evvelki gibi güzel. Geleceğimi bilseydim, deveden buğra, yuxudan ayxır, koyundan koç kestirerdim seni. Türkmanın dur qızraqlarından qılınc sağdırardım irmaqlarca. Hardansa duyurdum seni. Hisseliyirdim. Uyanar uyanmaz soruştum seni. Eşiden olmadı. Yanına gelmek istedim. Koymadılar. Neden böyle sürgündeymiş gibi danışırsın? Tanrı'dan başka kim bozabilir halını? Emir Teymur. Olcay Türkan Hatun. Lütfen divanda olduğunuzu bilin. Beni muhakeme ederler. Elə bildin sen muhakeme edirsin. Olcay Hatun, narahat olmayın. Bugün Tanrı'nın izniyle hak divanı kurulub. Bizim hamımız haqqın divanındayıq. Bu bizim günahlardan təmizlənməyimiz üçündür. Bugün duruluq günüdür. Boynumuzda yük var. Ağırlıq var Olcay Hatun. Bu ağırlıq da dirilərin suallarındandır. Bu yükdən qurtulmalıyıq. Sınıq qol boynun yüküdür. Gərək cavab verək haqq qarşısında.